Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebiyyina Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı. Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabından üzerine olsun. Allah Teala elm meclisimizi xeyirli, bərəkətli eylesin. Rabbimiz bizleri her zaman elm öğrenmeye müvaffak eylesin. Rabbimiz elm meclisinin sonunda günahlarımızı bağışlasın. Bir müjdəni də deyim. Yəni elm meclisi nə deməkdir? Hətta insanlar canlıdan qatılanda belə elm meclisində iştirak etmiş qədər savab qazanırlar. Allah Teala buyurur Quran-ı Kərimdə, Rabbin səni tərk etmədi və sənə qəzəblənmədi. Baxın, Duha surəsi 3-cü ayə. Rabbin səni tərk etmədi. Duha surəsi. Nə deməkdir? Faydalar. Bəzi vaxtlarda səndən xeyrin kəsilməsi, bu əslində xeyrin daha çox cəmləmək üçündür. Elə bilmə ki, istədiyin vermədisə, Allah səndən üz döndərdi, Rabbin səni tərk etdi, sənə qəzəbləndi. Əksinə, bununla bərabər bərəkətlər də toplanar. Sadəcə Rəbbinə düşdüyün imtihanla bağlı gözəl zənn eylə. Yəni, Rəbbinə qarşı hər zaman gözəl zəndə ol ki, Rəbbin məni sıxıntıdan xilas edəcəyi. Baxın, əgər vəziyyətinə baxsan, görərsən ki, Allah sənə heç soruşmadan bir çox ruzi vermişdir. Demək ki, Allah səndən bir şey əsirgəyirsə, bu sənə xeyir olmadığı üçündür. Yəni, əngəl xeyir üçündür. Deməli, o, bu dəqiqə sənin ziyanınla ola bilər. Sən hər zaman Rəbbindən xeyir istə. Baxın, səndən alınan şey səni narahat etsə belə, Allah onu daha xeyirlisi ilə əvəz edər. Bir şey əlindən çıxıbsa. Sənin gözləmədiyin yerlərdən ruzi və yaxşılıq gələcək. Sadəcə Allahdan, Allah haqqında gözəl zəndə ol. Hər zaman gözəl düşün ki, Rəbbim məni, dualarımı qəbul edəcək, o hər şeyə qadirdir. Baxın, deyək ki, sənin Rəbbinə olan zənninin qədərinə görə göylərin Rəbbi sənə xeyir, saadət və bərəkət göndərər. Nə qədər Rəbbinə qarşı gözəl zəndəsənsə, o qədər də, yəni qəlbində buna nə qədər inanırsansa, Rəbbinə gözəl zəndəsənsə, onun da müqabilində Rəbbin sənə xeyir, saadət və bərəkət verəcək. Unutma, o səni ana bətnində qoruduğu gündən bəri sən heç ona dua etməmişdin, dilin yox idi, o səni qoruyurdu. Baxın, gözəl bir fayda Allah Teala buyurur Kəhf surəsində 17-ci ayədə, əgər günəşi görsəydin, Allah Teala buyurur bizlərə xitab, o mağara əhli ki, ashab-ı Kəhf ki, Allah Teala onları 309 il o mağarada saxladı, sonra diriltdi, öz möcüzəsini göstərdi. Əgər günəşi görsəydi, o doğduğda mağaranın sağ tərəfinə yönələrdi. La ilahe illallah. Elə yönəlir ki, onların üzərinə günəş düşsün. Baxın, Allah günəşi belə möminlərin yuxusuna görə yönləndirirsə, bəs onda necə olur ki, sən kiçik şeylər üçün ümidsizliyə qapılırsan? Sənin Rəbbin çox əzəmətlidir, çox böyükdür. Sənə qarşı mərhəmətli olan Rəbbindən bu qədər tezmi ümidsiz olursan? O çox kərimlidir, cömərtdir. Sadəcə ona qarşı gözəl zənn eylə, gözəl düşün. Baxın nə deyir? وَحَرَّمْنَ عَلَيْهِ الْمَرَاضِيَ. Biz ona süd analarını haram etdik. Nə deməkdir o? Musa Aleyhisselamın anası onu attı suya, sonra Fironun yoldaşı Asiya onu götürdü. Ondan sonra nə qədər süd anası gətirdilər, heç kimsənin südünü qəbul etmədi. Niyə? Allah Teala onu öz anasına qaytardı. Baxın, buradan çıxan fayda nədir? Ola bilər ki, Allah sənin sevdiyin bir xeyri səndən saxlasın, gizləsin. Sonra isə sənə ondan daha üstün bir xeyr versin. Sadəcə ümidvar ol və Allah haqqında gözəl zənn et. Nikbin insanlar, yəni gözəl düşünən insanlar, qəlbləri ən xoş olan, nəfisləri, yəni daxili halları ən təmiz olan və əxlaqları, xasiyyətləri ən yumşaq olan insanlardır. Çünki onlar gözəl düşünürlər, gözəl düşünürlər, gözəl düşünürlər. La ilahe illallah. Elə isə nikbin yaşa, daimən gözəl düşün, narahatlığı özündən uzaqlaşdır, gününə təbəssümlə başla və bütün yaradılmışların Rəbbi barəsində gözəl zənn eylə. Sən həmişə xoşbəxtlik üçün bir səbəb tapacaqsan, sadəcə həyatını düşün, ona razı ol. Ruzinə bax, şükr eylə. Gələnə razı qal və Allah barəsində
gözəl zənn et. Beləcə öz içində razılıq hiss edəcəksən. Baxın, gecənin qaranlığından sonra səhər gəlir. Darlıqdan sonra genişlik gələcək. Nə qədər uzun olsa da sevin. Çünki hər sıxıntı getməyə məhkumdur. Sadəcə uca və qüdrətli Allaha gözəl zənn elə, ona güvən. İnsan neynəsin? Rəbbinə güvənsin. Baxın, gülümsə, rahat ol və işini Rəbbinə təslim elə. Hər işində Rəbbim sənə sığındım. Əgər sənə bir şey gəlmişsə, bilin ki, Allah onu sənin üçün yazmışdır. Əgər gəlməyibsə, əmin ol ki, o sənin üçün deyil. Əsla ümidsiz olma. Bil ki, Allah hikmət sahibidir. Ona görə də onun barəsində yalnız gözəl zənn elə. Baxın, nə deyir Quran-ı Kərimdə Eyni Kəhf surəsində? Günəşi görərdin ki, doğduqda mağaranın sağ tərəfindən doğardı. Yəni, günəşi sağa sola hərəkət etdirən Allah, mağara sahibləri üçün onu yönləndirən, sənin işlərini və sənin zərifliklə və yumşaqlıqla asanlaşdırmağa qadir deyilmi? Əlbəttə qadirdir. Elə ki, sən heç hiss etmədən bu asanlıqla yaşayırsan və o sənin qəlbini genişləndirəcək. Sadəcə xeyirlə ümidvar ol və Rəbbin haqqında hər zaman gözəl zənn elə. Baxın, nə deyir altara Əl-Bəqərə surəsində? 216-cı ayda. Bəlkə də siz bir şeyi sevirsiniz, halbuki o sizin üçün şərdir. Dinləyin. Ola bilər ki, çatmadığın bir xeyir əgər sənə gəlsəydi şər olardı. Ona görə narahat olma. Sadəcə Rəbbin haqqında gözəl zənn elə. Və onu bilsin ki, siz bir şeyi sevməzsiniz, halbuki o sizin üçün xeyirdir. Yenə Əl-Bəqərə surəsi. Yəni Allah kədər buludunu səndən çəkib götürdükdə anlayacaqsan ki, baş verənlər sənin üçün xeyirliymiş. Lakin nəfsin istəkləri səni pərdələdi və qəlbini kör etdi. La ilahe illallah. Rəbbimizdən gələn hər şey xeyirlidir. Əgər Rəbbindən ona bir nemət yetişməsəydi, əlbəttə deyir, boş səhraya atılardı. Kim? Yunus əleyhissalam. Allah sənə bir nemət verərsə, o nemət səni izləyər və sənə bağlı olar. Ta ki, səni tərk edənə qədər. Ona görə Rəbbin haqqında gözəl zənn elə. Məyər görmürlərmi ki, biz suyu quraq torpağa yönəldirik. Allah təala buyurur Səcdə surəsində. Yəni, xeyir sənə yazılmışsa, o sənin yolunu bilir və sənə doğru gəlir. Ona görə narahat olma, Rəbbinə güvən. Özünü öyrəşdir ki, baxın, qüssələrinlə qəribliyə doğru getməyəsən. Əksinə, dua ilə, Quranla, namazla, çalışmaqla və sakitliklə yaşayasan. Bil ki, ölmədən əvvəl ruzin tamamlanacaq. Sən başqa birinin ruzisini ala bilməyəcəksən. Hər kəsin ruzisi var ki, uca Allah Teala onu neyləyib, o insana yazıb. Ona görə Rəbbin haqqında gözəl zənn elə, onun bölüşdürdüyü ilə razı qal. Yəni, Rəbbinin verdiyi ilə razı qal. Biz bir şeyin olmasını istədikdə ona yalnız ol deyərək, o da olar. Nəhl surəsi. Baxın. Qəm ilə sevinç arasında yalnız bir söz dayanır. Ol. Ol deyildiyi an sevinç başlar və qəm yox olar. Rəbbinə güvən. Allah Teala ol desə, bitdi sənin üçün. Heç kim sonra mani ola bilməz. Sadəcə Rəbbinə güvən. Baxın, nə deyir Yunus surəsində? Fəədlə dəlvə, onlar vedrələrini saldılar su üçün. Amma quyunun dibindən kim çıxdı? Yusuf Peyğəmbər. Yəni, buradan çıxan fayda nədir? Sən bəlkə də həyatın sənin quyuya atdığı anda sonuna gəldiyini düşünürsən. Lakin bir vedrə sənin üçün də sallana bilər. Yəni, Allahın rəhməti. Allah səni xilas etməyə qadirdir. Necə ki, Yusufu xilas etdi. Sadəcə gözəl zənn elə və Rəbbinə güvən. Ümidsiz olma. Əgər arzuların gerçəkləşməyə gecikirsə, çünki onlar meyvələr kimidir. Yetişmək üçün zamana ehtiyacları var. Və onların yetişdiyi vaxt gələndə səbirli gözləmənin sonunda şirin dadlarını hiss edəcəksən. La ilahe illallah. Baxın, nə gözəl bir fayda. Sənin üçün yazılmış bir şey heç kimə getməz. Narahat olma. Ona görə də sakit ol
Başqasına paxıllıq eləmə, həsəd etmə və qəlbini təmiz saxla. Çünki xeyir səni tanıyır və sənə doğru yolunu bilir. Sadəcə Rəbbinə güvən. Rəbbinə güvən, o ki, kainatı öz nuru işıqlandırdı. Şübhəsiz ki, sənə daha gözəlini verəcək. Tək ki, sən ümidini kəsmə və dua etməyə davamlı ol. La ilahe illallah. Çünki Allah hər şeyi bacarandır, qadirdir. Və gözəl aqibətlər istiğfar və dua ilə yetişir. Yəni, əstağfurullah zikri və hər zaman Allah Teala'ya dua etməyi. Sübhə and olsun ki, nəfəs alır. Yəni, nəfəs alan sübhə and olsun. Yəni, o gecənin qaranlığını dağıdıb yerinə nur gətirən deyilmi Uca Allah Teala? O sənin sıxıntını aradan qaldırmağa və işlərini asanlaşdırmağa qadir deyilmi? Hər şeyin Rəbbi o. Rəbbinə güvən və ümidvar ol. Çünki o hər şeyə qadirdir. Yəni, xoşun gəlmir, çıx get də ey Ömər Xəyyam. Niyə insanların ürəyini bulandırırsan? Məcbursan bizim girməyə. Get, İranpərəstlərin yanında sülən. Heç bir nəfs sabah nə qazanacağını bilməz. Quran-ı Kərimdə bir ayə. Baxın. Sabah Allahın izni ilə halın düzələcək. Onun ucalığı ilə durumun yaxşılaşacaq. Kədərin aradan qalxacaq və dərdin yox olacaq. Başına nə gəlibsə, yalnız ümidvar ol və Rəbbin haqqında gözəl zənn elə. La ilahe illallah. Səhərin gözəlliyini və günəşin parıltısını seyr etməyə nə deyər? Seyr etməyə dəyərmi? Dəyər. Aclıq içində olan quşlar ruzusunu axtarmağa çıxır. Çünki inanır ki, onları ruzu ilə təmin edən mərhəmətli Rəbbi var. Subhanallah. Ətrafındakılar bəzən zəifliyini sənə hiss etdirə bilər. Lakin bil ki, sənin üçün tək dayaq Rəbbindir. Ondan başqa nə bir zənginlik, nə də bir güc var. Yetər ki, sən qəlbən nədir? Ona güvən. Ümidsiz olma. Həyat səni necə silkələsə də, Allah ölüdən dirini çıxardan Allahdır. Sənin üçün çıxış yolu və ruzu yaratmağa qadirdir. Sadəcə gözəl zənn elə və Rəbbindən yaxşılıq dilə. Bəzən Allah sənə çox istədiyini verməyə bilər. Buna görə kədərlənmə. Günlər keçdikcə görəcəksən ki, Allah sənin üçün onu uzaqlaşdırıb. Rəbbinə güvən. Çünki Allah sənin üçün xeyrinin harda olduğunu ən yaxşı biləndir. La ilahe illallah. Ona görə Allah barəsində pis zənn edənlərə bəla dairəsi toxunar. Yəni kim Rəbbinə qarşı pis zənn edirsə ki, düzəlməyəcək, o bəla onlara gələcək. Pis zənnin böyüklüyünə görə bəla böyük olar. Baxın. Pis zənnin böyüklüyünə görə bəla böyük olar. Rəbbin haqqında pis düşünürsənsə, o zaman bəla da nədir? Böyük olacaq. Çətinliklər sənə çox ağır gəlsə də, Rəbbin sənin üçün yaxşılıq və səxavət yazıb. Ona görə də təhlükə, dərd, qəm, sinəni sıxan kədər, səni dağıdacaq qədər böyük olsa da, əgər Allah onu aradan qaldırmaq istəsə, bunun üçün çox asandır. Rəbbinə təvəkkül elə, inanlı ol və Rəbbin haqqında gözəl zənn et. Huvə aleyyə heyyunun. Allah buyurur. Hər şey Allah üçün nədir? Rahatdır. Baxın, yer üzündə hərəkət edən heç bir canlının ruzusu yoxdur ki, Allah o ruzunu verməsin. Yəni, hər bir ruzusu verən kimdir? Uca Allah Teala. Göydəki quşu, səhranın ortasındakı qarışqanı və suda üzən balığı ruzləndirən Allahdır. Ona görə Rəbbinə güvən və bolluq içində yaşayacaqsan. Baxın, nə deyir? Gözlərin sevinclə dolsun deyə səni anana qaytardı. Kimə demişdi Allah Teala? Musa Aleyhisselama. Ey mömin bəndə. Allah Teala sənə qarşı çox lütufkardır. Hansı şəraitdə olursan ol, ürəyinə ağrı gələn bir hal üçün mütləq Allah sənə bir rahatlıq bəxş edəcək. Sadəcə ona güvən. Rəbbinə güvən. Bitti. Ey dağlar, onunla birlikdə tərənnüm edin. Həmçinin quşlar da, kimlə? Davud eləsinə bərabər. Ey dağlar, siz də onunla bərabər zikr edin, quşlar da. Və səbr etdiklərinə görə onlara cənnət və ipəkdən libaslar veriləcək. İnsan surəsi. La ilahe illallah. Əgər Allah sənin işlərini öz öhdəsinə götürərsə, o zaman bütün məxluqatı sənin xidmətinə verər. Rəbbinə güvən, ona yaxın ol və onun bərəkətini dilə. Səbrini heç zaman itirmə. Səbrin cəlil olan Allaha gözəl gümanla bax. Çünki gözəl şeylər
gözəl səbirdən sonra gəlir. Hər bir gözəl şey gözəl səbirdən sonra gəlir. Səhəri açan Allah, baxın, Quran-ı Kərimdən bir ayə, fəliqul isbah. Gecənin qaranlığını sabahın işığı ilə dağıdan Allah sənin çətinliklərini aradan qaldırmağa və yolunu açmağa qadirdir. Ümidsiz olma. Sənin qüdrətli və qadir Rəbbinə güvən. Baxın, əgər halına baxsan, Allah səni necə çox şeylə təmin etdiyini görərsən. Heç istəmədiyin halda belə. Deməli, Allah istəmədiyin şeyləri belə səndən əsirgəməyibsə, əmin ol ki, onun sənə vermədiyi şey də sənin üçün xeyir var. Sadəcə Rəbbin haqqında gözəl düşünün. Və Allah heç bir şeydə aciz deyil. وَمَا كَانَ اللّٰهُ لِيُعْجِزَهُ مِنْ şey. Yəni, heç bir şey Allahı nədir? Aciz qoya bilməz deyir. Yəni, şəfan, həyatındakı çətinliklərin yox olması, arzuların gerçəkləşməsi, bunların heç biri Allah üçün çətin deyil. Sadəcə Rəbbinə güvən. Problem hardadır? Bizdə. Uca Allah'a olan güvənimiz nədir? Zəifdir. Güvənimiz güclü olsaydı, o zaman mümin üzülməzdi. Çünki onun nədir? Əzəmətli Rəbbi var. Niyə üzülsün ki? Deməli, problem bizdədir. Qəlbimizdə tam yəqinlik yoxdur. Və ya Allah'a güvənimiz nədir? Zəifdir. Allah'a güvənin güclü olsaydı, zaten deyir, heç bir nədir? Sıxıntımız qalmazdı. Rəbbimizə həmd olsun. İnsan hər zaman nədir? Allah'a qarşı ümidli olmalı. Baxın, gözəl bir fayda. Nemətlərin davamlı. Əgər nemətlərin davamlı olmağını istəyirsənsə, bəlanın və yoxsulluğunu aradan qalxmağını istəyirsənsə, şəfanı istəyirsənsə, çətinliklərdən qurtulmaq istəyirsənsə, Rəbbinin qəzəbinin, sənə qarşı olan qəzəbini söndürmək istəyirsənsə, yəni günahına görə, o zaman nədir? Sədəqə ver. Az da olsa sədəqə ver. Siz nə xərcləsəniz, Allah onun əvəzini verər. Səba surəsi. Ona görə nədir? Az da olsa nədir? Deyir, sədəqə ver. Baxın, gözəl bir söz İbn Qeym buyurur. Suallara vaxt ayıracağım inşallah Allah'ın izniyle. Allah'la tanış olan arif insan, yani Allah'ı tanıyan arif insan, Allah'ı tanıyır, qəlbində Rəbbinə qarşı sevgi var. Arif insan əlamətlərindən biri budur ki, o heç nə tələb etməz, yəni başqalarından. Heç kəslə mübahisə etməz, heç kəsi qınamaz, heç kimə qarşı üstünlük iddia etməz, heç kimin öz üzərində haqlı olduğunu düşünməz. Çünki o təvazükar insandır. Əlamətlərindən biri budur ki, əldən çıxana görə təəssüflənməz və əldə edilənə sevinməz. Çünki o hər şeyə fanilik və yoxluq gözü ilə baxır. Çünki əslində bu dünya kölgə və xəyal kimidir. Hamısı nədir? Bir gün əlimizdən çıxacaq. La ilahe illallah. Baxın nə deyir? Hər bir insan öz nəfsini düşünsün. Bəlil insanu alə nəfsihi basira. Qiyamət surəsi. Əksinə insan özünə şahiddir. Yəni, daha təfəkkür və özünü düşün. Allah'ın bu sözünü düşün. Əksinə insan öz nəfsinə şahiddir. Sən özünə üçün dəlilsən. Özünü tanıyırsan. Ona görə təriflərə aldanma. Səni təyin edənlərə aldanma, üzülmə. Çünki sən öz içinə və zahirinə hamıdan yaxşı bələdsən. Sadəcə niyyətində sadiq ol, əməllərini düzəlt, xətalarını düzəlt və eyblərdən xilas ol. Hər bir insan öz nəfsini bilir. Hansı əməl sahibidir, hansı əməl sahibi deyil və qəlbində nələr var. La ilahe illallah. Baxın, nə deyərdi salihlərdən Ömər ibn Abdüləziz? Hər bir səfərin azuqası var və bu qaçılmazdır. Ona görə də dünya səfəriniz üçün ahirətə hazırlaşan nə ilə? Təqva ilə. Bu dünya səfərdir, ahirətə gedəcək. Allah'ın vəd etdiyi savabları və cəzaları gözünüz önündə saxlayın. Baxın, insan düşünsün nələr gözləyir ahirətdə. La ilahe. Uzun arzular, ümidlər sizi aldatmasın. Yoxsa qəlbləriniz sərtləşir və düşməniniz sizdən deyib faydalanlar. Dünyada arzunu deyib qısa tut. Nə gözəl bir söz. Hamımız nədir? Bu dünyadan köçüb gedəcək. Əsl ki, Allah dərgahına hansı əməllə gedəcək. Baxın nə deyir?
Xəsfül qulub, qəlblərin dəyişməsi, qəlblərin çevrilməsi, qəlblərin batması, qəlblərin tutulması. Baxın, nə zaman qəlbin Allah sevgisindən və onunla görüşə hazırlıqdan uzaqlaşdığını, onun yerində məxluqat sevgisinin, dünya razılığının və onunla aramlığın gəldiyini görsən, ancaq dünya rahatlıq tapır, bil ki, həmin qəlb dəyişdirilmiş, zülmətə qərq olmuş bir qəlbdir. Çünki qəlbdə artıq nədir? Allah yox, Allah sevgisi yox, Allaha bağlılıq yox, axirətə hazırlaşmaq yox. Allah qorusun belə qəlblərdən. O qəlb dəyişdirilib, çevrilib. Xəsfül qulub deyib, bu deməkdir. La ilahe illallah. Baxın, gözəl bir fayda oxudum bugün. Əvvəl insanlar ehtiyac üçün alış-veriş edərdi. Ehtiyacı alış-veriş edir. Bugün isə göstərmək, şəkil çəkmək, başqalarına göstərmək üçün nə edirlər? Alırlar. Bəzən halı sanki bu ayədir. Mən səndən daha çox mala sahibəm və daha çox güclüyəm. Yəni ona görə də diqqətli olun. Onlardan olmayın. La ilahe illallah. Bugün belə dönüb. Nemət alır ki, şəkil çəksin, paylaşsın. İnsanlara göstərsin ki, filan nemətlər məndə var deyə. Hansı ki, insanlar keçmişdə ehtiyacı olan şeyi alardılar, onunla kifayətlənərdilər. Bugün nədir? Şak. Yemək şak. Filan restorandayam, filan şeyi aldım, filan miniyi aldım, filan köynəyi aldım. Hamısı nədir? Göstəriş üçün. La ilahe illallah. Baxın, gözəl bir fayda. Deyir ki, suskun bir xəstəliyi var. Suskun bir xəstəliyi var. Suskun bir xəstəliyi var. Nədir o? Adı nemətlərə alışmaq xəstəliyi. Və bunun bir neçə əlaməti var. Allahın sənə verib nemətlər artıq adi qarşılayırsansa, sanki onlar nemət deyil. Subhanallah. Allah ev verib, o evi nemət kimi görmür. Avtomobilin nemət kimi görmür. Ailəsini nemət kimi görmür. Uşaqların nemət kimi görmür. Hansı ki, insanlar var ki, bu nemətlərdən məhrumdur. Nemət kimi baxmır onlara. Adiləşib. Bu deyir, suskun bir xəstəlikdir. Evə daxil olanda ailəni sağ-salamat görürsən, amma bu nemətə görə şükür etmirsən. İnsanlar var ki, evlərində uşaqları xəstədir. İstədiyini alırsan, amma nemət sahibinə təşəkkür etmirsən. Səhər oyanırsan, əminamanlıq yurdunda, amma Allah'a həmd etmirsən. Buna deyirlər ki, suskun bir xəstəlik. Yəni, nemətlər adiləşir, adiləşir, adiləşir. Elə bilir ki, belə də olmalıdır. La ilahe illallah. Arxain ol deyir. Baxın, nə deməkdir? Əgər Allah səni öz himayəsinə alıbsa, sənin üçün hər şeyi sənə görə imkansız görünəni belə ram edər. Yəni, Allahım bizi öz mərhəmətinlə qoruduğun qullarından eylə və razı qalıb ikram etdiklərinin sırasına qərar ver. Ey mərhəmətlərin ən mərhəmətlisi. Baxın, gözəl bir fayda İbn Rəcəb buyurur. Mömin üçün qaçılmazdır ki, onu imtihan edən, incidən, çətin gələn fitnələrə sınağa çəkilsin. Onu imanın sınasın deyə. Yəni, hər mütləq bir insan fitnəyə düşər olmalıdır. Yəni, canlı efir gedir, insanın boğazı quruyur. Yəni, bir dənə belə su içməkdə nə problem var ki? Yəni, bunu deyirsə, burada nə problem görürsün, başa düşmədim. Baxın, nə deyir? Bu əllərinizin qazandıqları səbəbindəndir. Yəni, fəbiməkə səbəb əydikum. Sol əlindən içmirəm, ay insan. Yəni, sol əlindən içəsi qədər də cahil deyiləm, yəni, əlhamdülillah. Sizdə sol görsəni, çünki bu kameranın arxasıdır. Sağla içirəm mən, sizdə sol görsəni. Da solla içəcək qədər də cahil deyilik, əlhamdülillah. Baxın, nə deyir? Əgər Allah bir şəxsdən narazı olsa, onu daim büdrəyən, hər bir işdə çaşqın olan vəziyyətdə buraxar. O şəxs ucalara can atmaq üçün heç bir istək və cəhd göstərməz. Onu faydalı gözəlliklərdən yayındırıb aşağı əxlaqlar ilə məşğul edər. La ilahe illallah. Nəyə görə? Günahlarına görə. Allah qorusun. Günahlara görə insan nədir? Bu dərəcələrə
çata bilərlər. Allah qorusun. Baxın, gözəl bir neçə faydanı da oxuyaq. Nə deyir? Necə olur ki, siz namazı tərk edirsiniz və yaxud da vaxtında qılmırsınız. Halbuki o, sizinlə Rəbbiniz arasında bir bağdır. Əgər aranızda Rəbbinizlə bir bağ yoxdursa, bəs hanı sənin Allaha olan qulluğun? Hanı Allaha olan qulluğun? İnsanın sınağa çəkildiyi ən çətin şey nədir? Razılıq. Baxın, razılıq. Solla içmək düzgün deyil. Peyğəmbərimiz qadağan eləyib. Buyurur Peyğəmbərimiz s.ə.v. Sağla yiyin, sağla için. Çünki şeytan deyir, solla yiyib içər. Solaxaydı bacarmır, başqa bir şey. Amma insan sağla yiyib içməlidir. Razılıq məhrum qalınan anlarda, istədiyin olmayanda, bütün gözləntilərini alt üst edən qədər qarşısında göstərilən mövqedir. O insan məcbur qaldığı vəziyyətlərdə və nəfsi ilə ziddiyyət təşkil edən hallarda ortaya çıxır. Bu zaman insanın içi sarsılır, amma öz qəlbini sakitləşdirməyə, yumşatmağa, rahatlığa çalışır. Niyə görə? Qəlbini razı salana qədər çalışır. Yəni, Allah'a imtihan edər. Hər bir insan deyir, mən Rəbbindən razıyam. Amma əsl nə zaman çıxır insan razı deyil? Başına bir problem gələndə. Görərsən, sən o zaman Rəbbindən razısan, yoxsa yox. La ilahe illallah. Rəbbimiz bizləri əff etsin, bağışlasın, dualarımızı qəbul eyləsin.